Birinci mətndə neçənci sual səhviniz olub məsələn? 5. 2. Hə. Gəlin suala baxaq. Olmaz mən baxmışdım. Ekran üstə. There are solutions to the problems of building with wood. Taxta ilə tikməkdə olan problemlərin həll yolları var. Burada keywordumuz nədir? Bax, wooden buildings adı. Burada building-dir, wood-dur, keyword seçməyəcək çünki o həll yollardır. Solution problemdir keywordumuz. Amma solution problem necə bir sözdür? Həddindən artıq ümumi bir sözdür. Bu nə deməkdir? Hər yerdə qabağımızda. Yox. Yəni mətndə problemla solution sözünün hər hansı özü sinonim antonimi olmayacaq. Olmaya bilər. Yəni birbaşa problem özü verə bilər. Məsələn, deyə bilər ki, taxta evlər tez köhnəlir. Belə bir cümlə yaza bilər. Bu cümlədə başa düşür ki, solutiondur. Həll yolu nədir? Laklamaq, tutaq ki. Yəni solution problem özünü verməyə bilər. Bu ikinci sualda düzdür. True false fikrimin birinci gəlirsə, mətndə ilk abzaslarda olacaq cavabı, onları sırayla gələcəkdir. Məsələn, true false fikrimin burada gəlsəydi, mətndə ortadan başlayıb axıra qədər edə bilərdi, əvvəldən başlayıb axıra edə bilərdi. Amma ilk 4 dənəsi belə gəlib, sonra cümlə tamamlamaq gəlibsə, deməli, mətndə cavabı birinci 4 dənəni sonra bu sıradan verəcək. Yüksək ihtimalla deyir ya. Əlbəttə, mən demək onu işləmək lazımdır. İndi onu bu videoda təzədən başlamayacaq. Gəlin demək var mı? Bax, there are problems associated with wooden constructions. Yəni, bəxtinizə heç paraphrase eləməkdir. Wood can rot when exposed to water and is said to be a fire risk. Görürsünüz, yəni suyla məruz qalanda çürüyə bilər, nə bilim, alov riski var. However, with modern technology, these issues can be eliminated. Eliminate nədir? Həll edilə bilər, aradan qaldıra bilər və yox edilə bilər. Müasir texnologiyada bu problemi aradan qaldıra bilər, düz deyil. Deməli, there are solutions. Həll yolları var. Bu cümlədə burada bilmədiyin söz, modern technology, these issues can be eliminated. Eliminated-əni bilirdin? Bilirdim, amma mən orada exposed to water tərəfindən elə verdim ki, false-dur. Cümləni axır kimi bircə qırıqda qabaq olsan görəcəksən də var. Sonra yazıb however. Problemdən danışır, sonra lakin verib cavabı deyib də. Aşağıdakini çəkmirəm. Mən demişəm, keywordu tapandan sonra həmin cümləni ondan sonra əvvəllər 2-3 cümləni mütləq oxu. Lazım nəsə abca saxla qədər oxu. Tələsib cavab vermişsən, ona görə səhv olur. Sonra? Sonra? 6-7 var. 4'e bile bak, orada 4'e, hə. The research at the Technical Institute in Graz improved modern building technology. Diysen ikinci ağzı.